885, 1300, 2000, 4700, 8500 sadalamanı artan templə davam etdirə bilərik. Hörmətli vətəndaşlar, bu rəqəmlər sizə nə deyir? Təəssüf ki, bu, son 24 saat ərzində kiber talamalar nəticəsində vətəndaşlara vurulan maddi ziyanın çox cüzi bir hissəsidir. Özdə demək olar ki, əksər hallarda zərər çəkənlər oxşar üsul və vasitələrdən istifadə olunmaqla aldadılırlar. Əvvəlcə, mülayim və inandırıcı səslə özünü bank əməkdaşı kimi təqdim edən şəxs tərəfindən sizə zəng olunur. Bu şəxs sizi öz yalanlarına inandırdıqdan sonra etimad mərhələsini uğurla başa vurur. Bundan sonra hesabınıza müdaxilə olunur. Kartınızdakı məbləğ təhlükə altındadır deyərək, dırnaqarası köməklik göstərə bilməsi üçün kartın üzərindəki 16 rəqəmi sizdən tələb edir. Bu mərhələdək kartınız təhlükənin astanasındadır. Hələ ki, çıxış yolu var. Lakin siz CVV nömrənizi, bank tərəfindən sizə göndərilən OTP və ya 3D təhlükəsizlik kodunu həmin dırnaqarası bank əməkdaşına təqdim etdikdən sonra artıq iş işdən keçmiş olur. Bu məqamda incə bir detala diqqət yetirək. Əgər həqiqətən də sizə zəng edən bank əməkdaşıdırsa, o sizdən kart məlumatlarınızı niyə soruşsun ki? Bu məlumatlar onlarda olur. Demək ki, sizə zəng edərək kart məlumatlarınızı tələb edən şəxsin yeganə məqsədi oradakı pul vəsaitlərini ələ keçirməkdir. Ona görə də bu məlumatları digər şəxslərə təqdim edən zaman 1 yox, 2 yox, 3 dəfə düşünün ki, bu cinayətin növbəti qurbanına çevrilən siz olmayasınız. Unutmayın ki, kartınızın təhlükəsizliyi öz əlinizdədir.